Salam dəyərli izləyicilərim. Mən Rəşad Erşan Usta yenə sizinləyəm. Bu günləri mən Çanqan A05 və Çanqan A05 EADO hər ikisini eyni vaxtda rəngləyəcəm. Çünki kodlar eynidir, illəri də eynidir. Ona görə də eyni vaxtda rəngləyəcəm. Bu hissəni rəngləyib perixod aşağıya və bu tərəfə gedəcək. Burada da həmçinin perixod o tərəfə, burada detala düşdüyünə görə burada da zədə var idi. Buranı da işləyib perixodu bu tərəfə vuracam. Bu hissələr kraskalanacaq bura qədər və dalneşi lak. Həmçinin də burada da lak. Bu hissədə də kraskalanacaq. Bu hissə lak olacaq. Çalışacağım buna birbaşa detala vuram. Çünki burada belə deyək, məsafə düz qırla ilə düşür. Ona görə də mən də bunu hazırlamışam. Vura-vura baxacağım nə göstərir. Bunu ətraflı olaraq axırda mən sizə çəkib göstərəcəm hər iki maşını dəyərli izləyicilər. Dəyərli izləyicilər, mən dünən kraskalamışam. Dünən axşamüstü kraskalamışam. Başlayıram sökməyə. Burada dediyim kimi bu hissəyə keçməmişəm. Sadəcə olaraq baza yarıya qədər və lak bütövdür. Burada da həmçinin baza bura qədər gətirmişəm. Lak isə bura qədər. Hər şey qaydasındadır. Kod demək olar ki, eynidir. Çanqan 10Z hərdən deyirlər. Belə deyək, Çanqanla 05-də fərq var. O birisi modellərdə fərq var, amma mən heç bir fərq zat görməmişəm. Burada saat hal-hazırda, yəni mən bunu birbaşa bu hissəyə kraskalamışam. Amma bu hissəni kraskalamışam, bu hissəyə girməmişəm. Buradan düşmüşəm aşağı və təzdən yenə qalxmışam. Çünki bu hissə salamat idi. Burada cızığımız var idi. Mən bunu belə deyək, bərpa elədim, kraskaladım. Polirovka eləyəcəm. Amma bu hissəni polirovka eləyəcəm. Burada mən lent yox, şeydən istifadə eləmişdim. Qubqadan istifadə eləmişəm burada. Görürsünüzsə, qubqanın izi var burada. Skoç olanda əvvəllər skoç eləyirdim. Düzdür, itirə bilirdim, amma nə qədər də olmasa skoç adama əziyyət verir. Bu hissədə də dəyərli izləyicilər birbaşa detala düşür. Çünki mən bunu bağlamışdım. Bağlaya, yoxlaya belə deyək, baxmışam. Yəni vura-vura baxmışam. Hər şey qaydasındadır, heç bir problem yoxdur. Rəng də ki, dəyərli izləyicilər, birə-birdir. Həm bu maşında, həm də bu maşında dəyərli izləyicilər. Polirovkadan sonra ətraflı olaraq hər ikisini sizə göstərəcəm.